Dördüncü mövzu. Bizim peyğəmbərlər qarşısında borcumuz. Müsəlman olan hər kəsin boynunda peyğəmbərlərin vacib haqları vardır. Bu ona görədir ki, Allah peyğəmbərləri dində yüksək məqamlara çatdırmış və öz yanında onların hörmətini uca tutmuşdu. Üstəlik, bu peyğəmbərləri əvəz olunmaz bir missiya ilə şərəfləndirmiş və öz vəhyini və şəriət qayda qanunlarını digər insanlara çatdırmaq üçün onları seçmişdir. Həmin haqlardan bəziləri aşağıdakılardır. 1. Onların hamısının peyğəmbər olmalarını, Allah tərəfindən göndərilmələrini, Allahın əmrlərini təbliğ etdiklərini təsdiq etmək və bu xüsusda onların arasında fərq qoymamaq. Uca Allah buyurur, biz hər bir elçini Allahın izni ilə ona məhz itaət edilsin deyə göndərdik. Ən-Nisa surəsi 64-cü ayə. O həmçinin buyurur, Allaha itaət edin, onun elçisinə itaət edin və asi olmaqdan çəkinin. Əgər üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. Əl-Maidə surəsi 92-ci ayə. Həmçinin buyurur, Allahı və onun elçilərini inkar edənlər, Allahı onun elçilərindən ayırmaq istəyib, biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Ən-Nisa surəsi 150-151-ci ayə. Beləliklə, peyğəmbərlərin gətirdikləri risalələrə iman gətirmək onlara olan imanın bir hissəsi sayılır. Onu da qeyd edək ki, Muhammed sallallahu aleyhi və səlləmin göndərilməsindən sonra hər hansı bir insanın və ya cinin öncəki peyğəmbərlərin dediklərinə tabi olması yol verilməzdir. Belə ki, Muhammed sallallahu aleyhi və səlləm gətirdiyi şəriət öncəki şəriətlərin hamısının hökmünü qüvvədən salmışdı. Odur ki, ondan başqa bir peyğəmbərə tabi olmaq caiz deyil. Uca Allah buyurur, İslamdan başqa bir din axtaran şəxsdən o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. Ali İmran surəsi 85-ci ayə. Həmçinin buyurur, biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. Səba surəsi 28-ci ayə. Həmçinin buyurur, de, ey insanlar, şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Əl-Əraf surəsi 158-ci ayə. 2. Bütün peyğəmbərləri dost tutmaq, onları sevmək, onlara qarşı kin və ədavət hissləri keçirməkdən həzər etmək gərəkdir. Uca Allah buyurur, kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Əl-Maidə surəsi 56-cı ayə. O, həmçinin buyurur, mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Ət-Tövbə surəsi 71-ci ayə. Bu ayədə Uca Allah möminlərin bir-birinin dostu olduqlarını bildirir. Belə olduğu halda, ən kamil imana malik olan peyğəmbərləri dost seçmək daha məqsədə uyğundur. Onlar yüksək məqam sahibi olduqlarından dolayı, möminlərin qəlbində onlar üçün xüsusi bir sevgi vardır. Buna görə də Uca Allah insanları Allaha, mələklərinə və peyğəmbərlərinə qarşı düşmən mövqe nümayiş etdirməkdən çəkindirərək buyurur. Kim Allaha, onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Əl-Bəqərə surəsi 98-ci ayə. 3. Həmçinin etiqad etmək lazımdır ki, peyğəmbərlər adi insanlardan üstündülər və insan nə qədər təqvalı, əməli salih olsa belə, onların dərəcəsinə çata bilməz. Çünki peyğəmbərlik Allahın dilədiyi kəsə bəxş etdiyi əvəz olunmaz bir nemətdir ki, bu da çalışmaqla əldə oluna bilməz. Uca Allah buyurur, Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən Allah eşidəndir, görəndir. Əl-Həcc surəsi 75-ci ayə. O, həmçinin buyurur, bunlar öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbim müdrikdir, biləndir. Əl-Ənam surəsi 83-cü ayə. Sonra Rəbbimiz bir çox peyğəmbərlərin adlarını qeyd etdikdən sonra belə buyurur. Hamısını aləmlərdən üstün etdik. Əl-Ənam surəsi 86-cı ayə. Bu barədə
bu fəslin birinci məsələsində söhbət açmışdıq. Sünnədə də peyğəmbərlərin yüksək məqam sahibi olmaları və insanların onlara çata bilməmələri haqqında dəlillər çoxdur. Buxari və Müslim Əbu Hureyradan, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Heç bir kəsə mən Yunus ibn Məttədən daha fəzilətliyəm demək yaraşmaz. Buxarinin rəvayətində isə deyilir. Hər kim mən Yunus ibn Məttədən daha fəzilətliyəm desə, yalan danışmış olar. Hədisi şərh edən bəzi alimlər demişlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ona görə belə demişdi ki, ola bilsin ki, cahillərdən kimsə Qurandakı hekayəyə əsaslanıb Yunus aleyhissalamı öz məqamından daha aşağı tutmuş olar. Həmçinin alimlər demişlər. Yunusun başına gələnlər onu peyğəmbərlik məqamından zərrə qədər belə kənara çıxarmamışdı. Yunusun əhvalatı Qurani Kərimdə əlahiddə qeyd olunur. Zünnunu da yada sal. Bir zaman o, qəzəbli, qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi. Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən paksan, müqəddəssən. Mən isə həqiqətən zalımlardan olmuşam. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik. Əl-Ənbiya surəsi 87-88-ci ayələr. Başqa bir ayədə isə Uca Allah buyurur. Yunus da həqiqətən elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu utdu. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə biz onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq dağı bitirdik. Biz onu 100.000-dən də daha çox adama peyğəmbər göndərdik. Onlar ona iman gətirdilər. Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. Əs-Saffət surəsi 139-148-ci ayələr. 4. Onu da etiqad etmək lazımdır ki, peyğəmbərlərin hamısı eyni dərəcədə deyirlər. Allah onların bəzilərini digərlərindən üstün etmişdi. Uca Allah bu barədə buyurur. Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Əl-Bəqərə surəsi 253-cü ayə. Təbəri bu ayənin təfsirində demişdi. Uca Rəbbimiz buyurur ki, o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etmişəm. Musanı bilavasitə danışdırmışam, beləcə onların bəzilərini dərəcə və məqam baxımından digərlərindən üstün etmişəm. Buna görə də dəlillərdə göstərildiyi tək onların fəzilətlərini bilmək, onların bizim üzərimizdə olan haqlarıdır. 5. Peyğəmbərlərə salavat və salam demək lazımdır. Uca Allah sonraki qövmlərin peyğəmbərləri tərif edəcəkləri barədə buyurur. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq. Aləmlər içərisində Nuha salam olsun. Əs-Saffət surəsi 78-79-cu ayələr. İbrahim barədə də belə buyurur. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. İbrahimə salam olsun. Əs-Saffət surəsi 108-109-cu ayələr. Musa ilə Harun barəsində isə belə buyurur. Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoydu. Musaya və Haruna salam olsun. Əs-Saffət surəsi 119-120-ci ayələr. Başqa bir ayədə isə buyurur. Elçilərə salam olsun. Əs-Saffət surəsi 181-ci ayə. İbn Kəsir demişdir. Uca Allahın aləmlər içərisində Nuha salam olsun ayəsində bildirilir ki, bütün qövmlər ona tərif edərək, onu xoş xatirələrlə yad edəcəklər. İmam Nəvəvi bütün peyğəmbərlərə salavat deməyin caiz və müstəhəb olması məsələsində alimlərin yekdil rəy sahibi olmalarını bildirmiş və demişdi. Alimlərin yekdil rəyinə görə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə salavat deyilməlidir. Həmçinin mötəbər alimlərin yekdil rəyinə görə digər peyğəmbərlərə və mələklərə ayrılıqda qeyd olunduqda salavat deyilir. Peyğəmbərlərdən qeyrilərinə gəlincə isə əksər alimlərin rəyinə görə əvvəldən onlara salavat deyilmir. Bunlar da dəlillərdə olduğu və elm əhlinin dediyi kimi
peyğəmbərlərin bəzi haqlarıdır.